Salam, mən Məhəmməd. ABŞ və İran arasında gərginlik artır, bəs danışıqlar mümkündürmü? Gəlin birlikdə baxaq. ABŞ və İran arasındakı münasibətlər son dövrdə beynəlxalq siyasətin ən gərgin mövzularından biridir. Gərginlik hələ də davam edir və bu vəziyyət sual yaradır. Qarşıdurma nə vaxt bitə bilər? Ümumilikdə hesab edirəm ki, heç bir qarşıdurma sonsuza qədər davam etmir. Tarix göstərir ki, münaqişələr hər hansı nəticə ilə sona çatır. Bu baxımdan sual yaranır. ABŞ və İran arasında danışıqlar olacaqmı? Hazırda fərqli ssenarilər mövcuddur və proses qeyri-müəyyən olaraq qalır. Amma hesab edirəm ki, ABŞ və İran arasında danışıqlar mümkünsüz deyil. Lakin bu prosesin sürətli və asan olacağını gözləmirəm. İzlədiyiniz üçün çox sağ olun.